Salam məzəl trendlər, müəllimlər və kanalımın izləyiciləri. Biz davam edirik 5-ci sinif informatika dərsliyində olan bölmə mövzularının izahı ilə. Qeyd etdiyim kimi birinci bölmənin bütün mövzuları, eyni zamanda ikinci bölmənin bütün mövzuların video izah halında sizlər üçün çəkdim. Bu gün isə üçüncü bölmənin video izahını, yəni üçüncü bölməmizdə olan əvvəlcə mövzularla tanış olaq, mövzuların video izahını çəkəcəm. Tətbiqi proqramlar bölməsidir. Deməli, kompüterdə şəkil çəkirəm, şəklin fraqmenti ilə iş, fraqmentin əyilməsi, döndərilməsi, metr redaktoru, eyni zamanda bir neçə mövzumuz da olmalıdır burada, bircə saniyə. Şəkilli mətnlər, mətn redaktorunda şəkili necə çəkmək olar, ümumiləşdirici tapşırıqlar. Keçən dəfə də sizə qeyd etdiyim kimi, burada mütləq vacibdir ki, ən azından 3 kiçik summativ qiymətləndirməsi alasınız. Ona görə yaxşı olar ki, bunu orta məktəbdə tədris edən müəllimlər 3.1, 3.2, 3.3 bir dərsə salınsı, yəni bir bölməni əhatə etsin, bölmə olaraq ayırmaq lazımdır. 3.4-dən 3.7-yə qədər də bir bölmə adı altında salıb, ikinci yarım ilə 3.4-dən başlamaq olar. Deməli, biz başlayırıq. Belə deyək, mövzuları stabil sıralasaz, eyni ilə görəcəksiniz ki, 16-17 saat KSG-lərlə birgə elə bu 3.3-ə qədər olan mövzularımız düşür. Çünki elə bir günlər olur, bayram gününə də təsadüf elədiyi üçün, qeyri-iş gününə təsadüf edir istənilən halda, ona görə də bir mövzu əksik olur. Digər halda yarım ili 3 summativlə bağlamaq həm qanuni cəhətdən doğrudur, həm də ki, ümumən mövzularda, yəni 5 bölmə var. 6 summativ salmalısınız. Ona görə bu bölməni 2 hissəyə bölüb keçməyinizdə fayda var. Biz başlayırıq, kompüterdə şəkil çəkirəm. Ümumiyyətlə, tətbiqi proqram nədir? Biz tətbiqi proqram haqqında məlumat verməyi öncəliklə özümə borc bilirəm. Tətbiqi proqram, ümumiyyətlə proqram təminatı özü bölünür 3 yerə. Biz 18-ci sinifdə, 7-ci sinifin axırları 8-ci sinifdə daha ətraflı keçəcəyik. Ümumiyyətlə, kompüterdə olan proqramlar proqram təminatı adlanır. Daha sonra proqram təminatı 3 hissəyə bölünür. Tətbiqi proqramlar, sistem proqramları, proqramlaşdırma dilləri, instrumental proqramlaşdırma adlandırdığımız proqramlar bu növə aiddir. Tətbiqi proqram istifadəçisinin insanların istifadə etdiyi proqramlardır. Yəni, hər hansı bir işi görmək üçün istifadəçiyə kömək olan proqramlara biz deyirik tətbiqi proqramlar. Tətbiqi proqramlardan ən birinci Paint haqqındadır. Biz də 5-ci sinifdə tanış olduğumuz Paint proqramı haqqında, eyni zamanda Metr redaktoru. Yəni, tətbiqi proqram adından göründüyü kimi istifadəçiyə hər hansı işi görmək üçün kömək edən proqramlar tətbiqi proqramlar silsiləsinə aiddir. Tətbiqi proqramlar müəyyən bir işi görməkdə istifadəçiyə kömək edir. Məsələn, şəkil çəkmək məsələsində gələk kompüterdə şəkil çəkirəm. Kompüterdə şəkil çəkmək üçün ibtidai sinifdən eyni zamanda indi hal-hazırda burada Paint proqramından şəkil çəkməkdən söhbət gedir. Paint proqramı başlatmaq üçün nə edirik? Proqramın Paint-i açırıq. Paint proqramını açdıq. Ümumiyyətlə, Paint-də şəkil çəkmək üçün, nəinki Paint-də, kompüterdə şəkil çəkmək üçün istifadə olunan proqramlara qrafik redaktorlar deyəcəyik. Qrafik redaktorlar 9-cu sinifdə də daha geniş formada onları sizin diqqətinizə çatdıracam. Silsilə videoların davamında o mövzuları bir-bir sizlərlə paylaşacağam. Qrafik redaktorlar özləri raster, vektor, fraktal olmaqla qruplaşdırılır. Yəni 2D, 3D qrafikalar, belə deyək. Burada isə ümumi qrafika haqqında deyir. Kompüterdə şəkil çəkmək üçün xüsusi proqramlar, kompüter ümumiyyətlə qrafik redaktorlar adlanır. Paint də qrafik redaktorlardan biridir. Açılan Paint proqramının pəncərəsidir. Biz keçən bölmədə qeyd etdik proqram pəncərəsinin açılmış hissəsini. Qapatma düymələri, menyu zolağı, alətlər qutusu dediyimiz, eyni zamanda başlıq zolağı, başlıqda baxın Paint yazılıb, Untitled kimi başlığı var. Alətlər qutusu, palitra. Burada Paintdə palitra nədir? Rənglər qutusudur. Rənglər qutusu olur palitra. Yadımızda qalsın. İş sahəsi də təbii ki, işi gördüyümüz sahəyə iş sahəsi deyəcək. Pəncərənin yuxarısında alətlər, formalar, rənglər bölümü yerləşir. Alətlər qutusundan hər hansı aləti seçib, onun üzərində çıqıldatdıqsa o alət seçilmiş sayılır və istədiyimiz yerdə o alətin köməyi ilə istənilən fiquru çəkə bilərik. Fiqur çəkmək eyni zamanda
rəngləmə, rəng doldurma aləti, yazı yazmaq üçün, pozandan istifadə, rəng seçimi, böyüdücü, fırçalar, bütün alətləri burada görə bilərsiniz. Karandaş aləti vasitəsilə düz xətt çəkmək, bu da summativ suallarına eyni zamanda sınavlarda da rast gələcəyi suallardan biridir ki, karandaş aləti vasitəsilə düz xətti çəkmək eyni zamanda shift klavişi basılmış halda çəkilən xətt şaquli üfüqi və ya 90 dərəcənin yarısı, belə deyək də 45 dərəcədə bucaq altında olacaq. Shift klavişi ilə, yəni düz xətti tam düz xətt kimi çəkmək olur. Xətti çəkəndən sonra da shift klavişini buraxmaq lazımdır. Burada araşdıraq, öyrənək var. PointNet proqramı 2004-cü ildə tələbələr tərəfindən yaradılıb. Proqram kodunun ilkin versiyası 36 min sətirdən, 3.10 versiyasında isə 140 min sətirdən ibarət idi. Bu proqramın alətlər qutusu ilə tanış olaq. Hansı alətlər sizə tanışdır? Alətlər qutusunda 22 alət var sağ tərəfdə. Belə deyək də şəkildə gördüyünüz alətlər. 22 alət var. Hansılar tanışdırsa, yəni Paint-dən də bildiklərinizdir. Daha sonra qrafik redaktor nədir? Suallarına baxaq. Rəsmlərlə işləyən proqramdır. Qrafik redaktor şəkil çəkmək üçün istifadə etdiyimiz proqramdır. Paint proqramında alət qutusu nədir? Alət qutusu nədir? Şəkil çəkmək üçün alətlərin olduğu yer. Rənglər palitrası rənglərin olduğu yerdir. Palitra olmadan qrafik redaktorda rəngli şəkil çəkmək olarmı? Xeyr. Palitra rənglər toplusudur. Çəkdiyiniz şəkildə səhvləri düzəltmək üçün hansı alətdən istifadə edirik? Pozandan. Təbii ki, düz xətt alətindən istifadə etmədən hansı klavişlə və bu alətin köməyi ilə düz xətt çəkmək olar. Bayaq dediyim qaydadır. Ümumiyyətlə düz xətt alətindən istifadə etmədən shift klavişi və ümumiyyətlə shiftin köməyi ilə biz xətti düz formada çəkə bilirik. Bunu da yadda saxlamış olaq. Şəklin fraqmenti ilə iş. Ümumiyyətlə fraqment deyəndə nə başa düşürsünüz? Yadda saxlayın. Fraqment tamın hər hansı bir hissəsidir. Paint qrafik redaktorunda şəklin fraqmenti seçdirmək üçün iki alət nəzərdə tutulub. Biri düzbucaqlı sahənin seçdirilməsi, biri ixtiyari sahənin seçdirilməsi. Burada da var düzbucaqlı sahənin seçdirilməsi və ixtiyari sahənin seçdirilməsi alətləri. Bu alətlərin, belə deyək də, vizual şəkillərini də yadda saxlayın. Düzbucaqlı sahə, baxın bu birinci, ixtiyari sahə bu böyrəyə oxşayan fiqur olan hissədir. Eyni zamanda seçilmiş fraqmentlər özləri də şəffaf və qeyri-şəffaf form olmaqla iki yerə bölünür. Yəni, biz istənilən şəklin fraqmentin düzbucaqlı ixtiyari sahələri seçdirə bilirik. Eyni zamanda seçdiyimiz sahələri şəffaf, qeyri-şəffaf formada da seçə bilirik. Seçdirilmiş fraqmenti çoxaltmaq üçün copy-paste əmrindən istifadə olunur. Keçən video izahda dediyim kimi, keçən video izahda xatırlatma edim. Əslində bir dərs buna həsr edərik. Keçən dərsimizdəki Ctrl plus Z əməliyyatı ləğv etdi. Ctrl plus Y əməliyyatı bərpa etdi. Hatırlayırsınız yəqin ki. Bugün isə copy əmrindən danışacağım. Copy Ctrl plus C-dir. Paste əmri yapışdırmaqdır, paste. Ctrl plus V-dir. Bir də kəsmək əmri var, cut əmri. Ctrl plus X-dir. Bunları da bilin. Mübadilə buferin elementləridir. Copy, paste, cut. Ctrl-C, Ctrl-V, Ctrl-X. Fraqmenti çoxalmaq üçün copy, sonra paste etmək lazımdır. Bundan başqa da fraqmenti çoxaltmaq üçün, yadda saxlayın bu qeydləri, bundan başqa da fraqmenti biz çoxaltmaq üçün Ctrl klavişindən istifadə edə bilirik. Ctrl klavişi basılı qalmaqla da çoxaltma prosesini həyata keçirə bilirik. Deməli, Paint-də Shift düz xətt çəkir, yəni düz xətti çəkmək üçün 45 dərəcəli diagonal xəttini çəkmək üçün, Ctrl isə fraqmenti çoxaltmaq üçün istifadə olunur. Burada bir nümunə var. Məsələn, ağacın üzərindəki almalar. Almanın birini seçdirib, Ctrl basılı halda biz istənilən sayda almanı çoxalda bilərik. Ctrl basılı olduqda özü fraqmentin özü qalır, kopyası çoxalmış olur. Bunu da yadda saxlayaq. Daha sonra bayaq toxunduğum məsələ budur. Bir var seçdirmə alətində şəffaf fon, bir var qeyri-şəffaf fon. Qeyri-şəffaf fonda fikir verin, buradakı ağ hissə düşür. Burada isə şəffafdır. Yəni şəffaflığı görürsünüz. Seçilmiş fraqmenti silmək üçün delete klavişindən istifadə olunur. Bunu da bilək, klavişlərdən
Biz tanıdıq bu gün. Shift, shift nə iş gördü? Diagonal xətti, üfüqi şaquli xətti çəkdi, düz xətti çəkdi. Delete, fraqmenti sildi. Control, fraqmenti çoxaltdı. Daha sonra sual tapşırıqlarına baxaq. Şəklin fraqmentini seçdirmək üçün hansı alətdən istifadə olunur? Seçdirmə alətindən təbii ki, bircə saniyə qələm aktivləşdirək. Seçdirmə alətindən D variantı. Seçdirmə alətində hansı variantda seçdirmə alətinin hansı variantından bu ağ hissəni görürəmsə, deməli qeyri şəffafdır. Yadımızda qalsın. Bu şəkili çəkmək üçün hansı alətdən istifadə olunub? Alət olaraq üçbucaqdan istifadə olunub və üçbucaq da çoxaldılıb. Daha sonra bircə saniyə. Niyə qalxdı belə? Bircə saniyə, bircə saniyə. Daha sonra Paint proqramında elementləri çox olan ixtiyari şəkli açın. Səsdirmə aləti vasitəsilə şəkildəki obyektləri bir sırada yerləşdirin. Nümunəyə baxaq. Yox, istəmirəm onu. Ev yox. Dərsdən sonra baxarıq. Deməli, Paint proqramında elementləri çox olan ixtiyari şəkli açın. Səsdirmə alətindən istifadə edərək şəkildə olan obyektləri bir sırada yerləşdirin. Deməli, alətdən istifadə edib ixtiyari şəkli açırıq və səsdirmə alətindən istifadə edərək şəkildə olan obyektləri bir sırada yerləşdirir. Bu praktiki tapşırıqdır. Bunu şagirdlərə məktəb üçün tapşırıq da verə bilərsiniz. Eyni zamanda bunu bir dərs biz nümunə kimi də istifadə edə bilərik. Daha sonra fraqmentin əyilməsi və döndərilməsi. Seçilmiş fraqment rotate bəndi ilə döndərilir. Əymək üçün isə escape bəndindən istifadə olunur. Əgər yadda saxlayın, escape bəndi açılmırsa, o zaman resize hissəsindən ölçü verərək də biz bu işi həyata keçirə bilərik. Keçən ilə qədər olan dərslikdə o var idi? Bəli, burada var. Bəli. Bircə saniyə, bu mətnin içərisində olan hissədən onu axtarırdım. Bəli, escape bəndi əgər bölümdə yoxdursa, o zaman resize bəndindən, resize bunu birləşdiriblər, resize bəndindən istifadə edib biz həmin o horizontaldan istənilən dərəcəni yazıb döndərə əyə bilərik eyni zamanda. Bunu da yadda saxlayın. Daha sonra mövzumuzun davamına baxaq. Deməli, tapşırıqlar, sual tapşırıqları. Yaxşı olar ki, sual tapşırıqlarının özünüz diqqət eləyin, amma baxaq da. Solda şəkil soldan sağa, şəkili soldan sağa döndərmək və əymək üçün hansı alətdən istifadə etmək lazımdır? Ümumiyyətlə, şəkli döndərmək, əymək üçün deyirsə, sual tapşırıqlara çalışacağım, biraz yer verməyim. Amma sonra da fikirləşirəm ki, onların düz olduğunu hardan biləcəksiniz. Ona görə dərsin içərisində bir zaman ayırıb izah verməyi özümə borc bilirəm. Təbii ki, şəkili əymək, döndərmək üçün mütləq o şəkil birinci seçilməlidir. Yadımızda qalsın. Ona görə də burada doğru variantımız olur, C variantı. Çünki seçilməmiş şəkli biz heç eləyə bilmərik. Sağdakı şəkli almaq üçün soldakı şəklin üzərində hansı əməliyyatlar aparılır? Sağdakı şəkli. Bu şəkli almaq üçün bu şəkil tam olaraq dönüb döndərmişik. Bəli. Döndərmə prosesini həyata keçirmişik. Əgər əyib disük, baxın, əyib disük, bu burada olmamalıdır, burada olmalıdır. Düzdür? Deməli, döndərmə əməliyyatını həyata keçirmişik. Daha sonra buna da baxaq. Bircə saniyə biraz aşağıya doğru çəkək. 3 gül şəkli var. Deyir ki, seçdirmə alətindən və döndərmə düymələrindən istifadə edərək aşağıdakı şəkli hazırlayın. Şəkli kompüterin yaddaşında saxlayın. Bu da praktiki tapşırıqdır. Mətn redaktoru. Kompüterdə mətnləri hazırlamaq üçün mətn redaktorlarından istifadə olunur. Bir neçə mətn redaktoru adı var burada. Ümumiyyətlə, mətnlərlə işləmək üçün mətn redaktorundan istifadə olunur. Şəkil çəkmək üçün qrafik redaktor, onu da tanıdıq. Ən azı Paint-i, PaintNet-i tanımış oldunuz. Mətn redaktorlarından Microsoft Word, LibreOffice Write, Abi Word, OpenOffice.org Writer və s. nümunə göstərmək olar. LibreOffice Writer proqramına baxaq. Proqram pəncərəsi açılıb səhifə 51-də. Mətn redaktorunda yeni fayl yaratmaq üçün. Baxın, bu düymələri ümumiyyətlə, məncə,
kitab varsa əlinizdə və sair, kitabın üzərində də öz üçün not alın və ya qeyd dəftəriniz olsun, qeydlər kimi yazın. File new əmri. Baxın, yadda saxlama düyməsi. Bax, bu save düyməsidir. Bu yeni fayl düyməsidir. Demək istəyirdim ki, yadda saxlama düyməsi də var. Save düyməsi, bu new düyməsidir. Baxın, ağdır. Bu disketə bənzəyən save düyməsidir. Bunları yaxşı olar ki, özü üçün həm göz yaddaşından baxın. X, X-li bağlayır, ümumi bağlama düyməsi. Düymə kimi deyil də tanınır. Sual da düşə bilər. Bu şəkili verər, deyər bu nə iş görür? Yadda saxlayırıq ki, bu save düyməsidir. Yəni belə suallarda e, belə deyək də qarışdırmamaq üçün, ümumiyyətlə ayırmağı bacarmaq üçün praktika önəmlidir. Çalışın, Paint-dir, eyni zamanda mətn redaktorunda hər hansı bir sənədlə işləyin bir sözlə. Daha sonra mətn redaktorunda mətnə şəkil, cədvəl, başqa element əlavə ediriksə, bu artıq sənəd adlanır. Mətnin daxil edilməsi, redaktə olunması, formatlanması, yadda saxlanması, çap edilməsi, bu kimi işləri biz mətn redaktorunda həyata keçirə bilirik. Sənəd nə oldu? Sənəd mətn redaktorunda mətnə əlavə edilən şəkil, cədvəl, başqa element varsa, bu artıq adlanır sənəd. Kursor növbəti simvolun, mətni daxil edərkən biz növbəti simvolun yerini göstərən o şaqili cizgiyə biz kursor deyirik. Kursoru ox klavişləri vasitəsilə sağa, sola, yuxarı, aşağı hərəkət etdirə bilirik. 7-ci sinifdə klaviaturanın üzərindəki klaviş qrupların keçəndə mən onu sizə izah edəcəm. Ox klavişləri eyni zamanda end, home, peg up, peg down klavişləri var ki, bunlara deyirik kursoru idarə edən klavişlər. Mətn redaktorunda mətni file new əmri ilə başladıq, faylı açdıq, save etdik. Ən sonda isə faylı print əmri ilə çap edə bilirik. Mətn redaktoru nədir? Mətnləri hazırlamaq üçün istifadə etdiyimiz redaktorlardır. Mətn redaktorunda redaktor sözü nəyi bildirir? Redaktor düzəliş edən, yazan, yazar mənasındadır. Hansılarla tanış olmusunuz ibtidaidə? WordPad-dir, Notepad-dir. Bunlar ibtidai siniflərdə var. Sənəd nədir? Mətndən fərqi nədir? Mətn hər hansı bir simvollar yığınıdır. Sənəd isə mətnə əlavə element daxil edilirsə, bu artıq sənəddir. Yəni yazdığımız simvolların daxilində hər hansı bir cədvəl çəkmişiksə, başqa bir element şəkil əlavə eləmişiksə, bu artıq sənəd adlanır. Sənədi çap etmək üçün hansı qurğudan istifadə edirik? Təbii ki, printer qurğusundan. Aşağıdakı fikirlərdən yalan olanı doğruya çevirək. Yeni sənəd yaratmaq üçün file menyusundan print əmri yox, file new əmri. New printi silirik, bu yanlışdır. New əmrindən istifadə edirik. Daha sonra hazır sənədi kompüter yaddaşında saxlamaq üçün hazır sənədi save as komandasından istifadə olunur. Hazır sənəddən söhbət gedir, doğrudur. Daha sonra yığılmış mətni çap etmək üçün new print əmri. Bir var, baxın buna da toxunaq, save. Bir var save as. Save as sənədi başqa adla yadda saxlayır. Save yadda saxlayır. Deyir ki, hazır sənədi kompüterin yaddaşında saxlamaq. Hazırdır bu sənəd. Yəni, başqa adla mən o yadda saxlaya bilərəm. Ona görə də hazır sənədi yadda saxlamaq üçün save komandasından istifadə olunur. Save as komandasından istifadə olunur. Save isə ilk dəfə yaratdığımız sənədi ilk dəfə yaratmışıqsa, o zaman save komandasından istifadə etmiş oluruq. Daha sonra davam edirik. Şəkilli mətnlər. Mətn redaktorunda biz qeyd etdik ki, şəkil çəkmək üçün qrafik redaktorlardan istifadə olunur. Bu demək deyil ki, mətn redaktoruna şəkil əlavə etmək olmur və yaxud da şəkil çəkmək olmur. Paint-dəki kimi fırçadan istifadə edə bilmərik, amma şəkil çəkə bilərik. Mətnə şəkil əlavə etmək üçün insert picture menyusundan istifadə olunur. Insert ümumiyyətlə cədvəl əlavə edir mətnə. Ümumiyyətlə insert daxil etmə deməkdir. Insert picture şəkil əlavə edir. Insert equation düstur əlavə edir. Insert table cədvəl əlavə edir. Insert ümumiyyətlə əlavə etmə mənasındadır. Şəkil əlavə etmək üçün, baxaq, mətnə daxil edilən şəklin ölçüləri münasib olmaya bilər. Bu halda biz onu tutacaqlardan ölçüləri kiçildib böyüdə bilirik.
Bu zaman baxın, şəkili seçdirdik, çərçivənin küncləri və tərəfləri ortasında qara düzbucaqlı tutacaqlar olur. Həmin hissələrlə də artırıb böyüyüb kiçilir. Sanın göstəricilərini tutacağın bir ucuna aparıb göstəricinin iki yönlü ox formasını alacaq. Daha sonra istədiyimiz istiqamətə də hərəkət etdirə bilərik. Eyni zamanda yadda saxlayın ki, bu nəzəri materialları oxuyarkən biraz diqqətlə oxuyun. Həqiqətən. Yəni fikirləşməyin ki, bu mənə lazım deyil. Burada məsələn müəyyən bir məna var. Sadə bir sözdür, məsələn deyək də. Amma onlara diqqət ayırın. Hansı deyir hallarda mətnlərə şəkillər əlavə edilir? O sənəd halında olanda şəkillər kompüterə necə, deməli, şəkillər kompüterə necə daxil olunur? E, Hər hansı bir şəkli yükləmək üçün save eləyirsiniz də, yəni yadda saxlayırsınız. Mətnə əlavə ediləcək şəklin yerini necə müəyyən edə bilərik? Hansı hissə istəyiriksə, onu mətnin belə deyək də, əslində siz mətn yazmağı bacarırsınızsa, mətnin altında şəkil yerləşdirə bilərsiniz, yanında şəkil yerləşdirə bilərsiniz. İndi baxır sizin o mətndə əgər bir balaca işarədirsə, şəkillidirsə, ondan danışırıqsa, orada yanında yerləşdirsək daha doğru olar. Yeri müəyyənləşdirmək yazdığımız mətndən asılıdır. Şəklin ölçüsünü dəyişmək üçün təbii ki, ardıcıllıq var idi, tutacaqlardan istifadə edirdik. Orada iki başlı ox əmələ gələcəkdi. Oxları istiqamət elətdirib, yəni istənilən qədər böyüdüb kiçildə bilirik. Aşağıdakı fikirləri yalan olandan doğruya çevirək. Şəkilli mətnlərə daxil etmək üçün, şəkilli mətnə daxil etmək üçün komandanın insert menüsünü seçmək lazımdır. Mətnə daxil etmək üçün komandanı insert menüsündən seçmək lazımdır. Bəli, insert daha sonra picture əlavə etmək olar. Mətnə əlavə edilmiş şəklin ölçüsünü dəyişmək olmur. Xeyr, dəyişmək olur. Yanlış fikirdir. Yanlış fikri doğru edirsiniz. Olmur, yox, olur. Kompüterə şəkillər yalnız skaner qurğusu vasitəsilə daxil edilir. Daxil etmə qurğusu kimi, bəli, skanerdir. Amma eyni zamanda biz nəyisə internetdən, eyni zamanda hardansa da şəkili save eləyib yükləyə də bilərik ki, bu daxil etmiş olur. Həmin mətni və yaxud da ev şəkli daha doğrusu. Məncə burada bircə saniyə baxaq mövzuya. Mövzumuz görək son mövzudurmu? Yox. Metr redaktorunda şəkli necə çəkmək olar mövzumuz qalıb. Burada Word metr redaktorunda rəsm alət zolağını açmaq lazımdır. Bu zaman başlıq zolağında drawing tools çəkən alətlər, belə deyə də alətlər çəkmək üçün rəsm alətləri tapdım dedim. Rəsm alətləri yazısını görürük, həmin üzərində onu çıxıldadırıq və alətlər bizim üçün açılmış olur. Açılmış şəkildə də təbii ki görürsünüz. Azərbaycan bayrağını çəkmək üçün burada bir dənə məqam var. Yeni dərsliklərdə o var, bəli var. Bunu işarə edirəm sizin üçün. Bu Dimin vəsaitində də var. Deməli, yadda saxlayın. Avtofiqurlar. Buna deyirlər avtofiqur. Avtofiqur nədir? Avtomatik yaradılan aypara, 8 güşəli ulduz bu avto shapes bölməsindən istifadə edərək avtofiqur çəkə bilirik. Avtofiqurları da çəkmək üçün istifadə etdiyimiz bənd burada qeyd olunduğu kimi avto shapes olmuş olur. Daha sonra sonuncu mövzumuz idi məncə bu. Tutacaqlar, baxın burada da tutacaqlar çox yaxşı formada göstərilib. Ancaq seçdirilmiş fiqurun yerini dəyişib, silib, ölçüsünü dəyişib, eyni zamanda çoxaltmaq olur. Əgər biz onu seçdirməmişiksə, demək ki, ondan heç bir şey edə bilmərik. Mühakimələrdən doğru deyil. Hansılar? Burada bir dənə qaldı ümumiləşdirici tapşırıq. Bircə saniyə. Sual tapşırıqları mətn redaktorunda istənilən şəkil çəkmək olarmı? Çəkmək olar, amma yadda saxlayırıq. 3D şəkil çəkmək olmaz. Yəni 3 ölçülü də belə deyək. Sadə şəkillər çəkmək olar, yəni 2D şəkil çəkmək olar və rəngləmədə sadəcə adi rənglərdən istifadə etmək olar. Püskürtmə alətindən istifadə etmək mətn redaktorunda olmur. Qrafik redaktorda seçdirmə alətinin funksiyasını yada salaq. Neyinirdi? Fraqmenti seçirdi. Qrafik redaktorda, mətn redaktorunda seçilmiş hissəni, deməli, mətn redaktorunda çəkilmiş şəklin hissələrini böyütmək olarmı? Mətn redaktorunda çəkilmiş şəklin hissələrini böyütmək. Təbii ki, o zamanda həmin hissəni kəsərək, Ctrl-X kat əmrindən istifadə edərək kəsib, həmin hissəni ölçü olaraq böyütmək olar. Fiquru necə seçdirmək olar? Fiquru seçdirmək üçün hər hansı bir fiqurdan söhbət gedir. Seçdirmə alətlərindən. Tutacaq nədir? Ölçünü dəyişmək üçün istifadə olunan alətdir. Tutacaqlar. Onunla nə zaman şəklin ölçüsü
dəyişmək üçün istifadə olunur da belə deyək. Bu mühakimələrdən hansı doğru deyil? Proqram pəncərəsini açmaq üçün iş masasında müvafiq simgəni 2 qat çıqqıldatmaq lazımdır. Bəli. Hər hansı bir proqram pəncərəsini açmaq üçün simgəni 2 qat çıqqıldadırıq. Doğrudur. Kompüterdə olan bütün proqramların simgəsi iş masasında var. Xeyr, yanlışdır. Bir saniyə qələm aktiv edim. Mən bunlara doğru yanlış yazım. Birinci doğrudur. İkinci yanlışdır. Çünki hamısı olmur. Simgəni seçdirmək üçün sıçanın göstəricisini onun üzərinə aparmaq lazımdır. Simgəni seçdirmək üçün sıçanın göstəricisini onun üzərinə aparmaq lazımdır. Bu da doğrudur. Aparmaq və bir dəfə çıqqıldatmaq. Daha doğrusu bu doğru olmayacaq, bu yanlış olacaq. Çünki aparanda o sadəcə üzərində seçilmiş olmur. Bir dəfə çıqqıldadırıq, çıqqıltı. Yadımızda saxlayaq çıqqıltı. Proqram pəncərəsi fayl menyusundan qapatmaq olar. Bəli, fayl menyusundan Ext. Ext bəndiyinə. Bu alətlər nə üçündür? Seçdirmə alətidir. Bu düzbucaqlı sahəni seçdirir. Bu ixtiyari. Birinci şəkildəki, birinci şəkildən ikinci şəkli əymək üçün qrafik redaktor döndərmə əməliyyatından istifadə olunub. Bu şəkil qrafik redaktorda necə çəkmək olar? Birini çəkib, copy-paste əmri ilə çoxaltmaq olar. Mətn redaktorunda kursordan soldakı, yadda saxlayırıq, kursordan sağdakın delete-nə, soldakın backspace klavişi ilə silirik. Soldakın backspace, sağdakın delete klavişi ilə silirik. Enter yeni abzasda daxil edir, silmədir. Shift-i də təbii ki, bildikdə qrafik redaktorda Shift nə iş görürdü? Düz xətt, eyni zamanda diagonal xətt, 45 dərəcəli bucaq altında xəttləri çəkmək üçün bizə kömək edən klaviş idi. Bu backspace delete-i də yadda saxlayır. Mətni kompüterin yaddaşında saxlamaq üçün hansı menüdən istifadə olunur? Belə deyək, gəlin bir-bir açıqlayaq bunları biz. File new yeni fayl açır. Yeni fayl yaradır. File open açır. Text bağlayır. Save as yadda saxlayır. Təbii ki, budur. Bunlardan hansı mətn redaktorunda çəkmək olmaz? Təbii ki, bunu. Baxın, fikir verin. Bunlar rəylənib rənglama alətlərindən istifadə etmək olur. Amma bu püskürtmə alətidir. Püskürtmə aləti sadəcə və sadəcə Paint proqramında olmuş olur. Ona görə də orada belə şəkillərdə, belə suallarda biraz diqqətli olun. Belə ümumi rəyli şəkillər mətn redaktorunda da çəkmək olur. Amma rəngli şəkilin üzərindəki rəngə fikir verin ki, burada şəkildə püskürtmə alətindən istifadə olunur. Deməli, 3-cü bölməmizi mövzu izahlarında bitirdik. Növbəti bölməmiz 4-cü bölmənin mövzu izahları olacaq. Diqqətinizə görə minnətdaram. Videonu izlədikdə bəyənməyi, dostlarla paylaşmağı unutmayın. Paylaşın ki, daha çox insana faydamız olsun.